Tamam. Bugünkü mövzumuz kovalent və ion rabitədir. Kovalent və ion rabitə. Kovalent rabitənin, bir də ion rabitənin nə olduğunu, ümumiyyətlə rabitənin nə olduğunu siz bilirsiniz əvvəlki dərslərdən. Əvvəlki dərslər deyəndə, məsələn, kimyanın ilk anlayışlarında valentlikdən bilirsiniz. Çünki valentlik element atomların bir-birinə bağlayan qüvvə idi. Biz tutaq ki, belə bir anlayış yazırdıq. Yazırdıq ki, kükürt, oksigen, OH, bir də OH. Deyirdik ki, məsələn, kükürt neçə valentlidir deyəndə ona birləşən xətləri sayırdıq, deyirdik 6 valentlidir. Və burada kovalent və ion rabitəni, yəni rabitəni də öyrənəndə artıq biz bu xətləri rabitə olaraq öyrənirik. Yəni, tutaq ki, burada hidrogenlə oksigen element atomu bir-birinə bağlayıbsa, bu nədir? Rabitə. Valentlikdə biz buna valentlik dedik, hidrogenin valentliyi və ya oksigenin, tutaq ki, burada valentliyinə əsasən. Amma rabitə dərsində isə biz buna deyirik ki, rabitə. Nə olmuş oldu? Valentlik ilə rabitənin ortaq xüsusiyyəti, element atomlarını bir-birinə bağlayan qüvvə. Rabitənin də bir sıra növləri var. 4 ədəd növünü öyrənirik biz rabitənin. Kovalent rabitəsi, ion rabitəsi, metal rabitəsi, bir də hidrogen rabitəsi. Bugün bizim nəzərdən keçirəcəyimiz olacaq kovalent rabitə, bir də ion rabitəsi. Kovalent rabitə nədir? Kovalent rabitə qeyri-metal atomlar arasında, burada tərifi nəzərdən keçirək. Qeyri-metal atomlar arasında ortaq elektron cütü vasitəsilə əmələ gələn kimyəvi rabitəyə kovalent rabitə deyilir. İndi bu nə deməkdir, ona bir baxaq. Deyir, ortaq elektron cütü vasitəsilə əmələ gələ bilən. Kovalent rabitəli bir birləşmə yazaq. Tutaq ki, yazırıq H2. Ən bəsit nümunəni yazıram. H2. Hidrogenin sıra nömrəsi 1-dir. Burada da 2 ədəd hidrogen var gördüyümüz kimi. Hidrogenin yenə sıra nömrəsi 1. 1s1. S orbitalında bir xana var və orada da bir elektron. Digərində də yenə bir xana, bir elektron. İndi mən H2-ni qurmaq istəyirəm. Yazıram burada hidrogen. Hər bir hidrogenin də bir dənə elektronu var. Buradan da hidrogen, bir elektronu. Və bu elektronlar bir-biri ilə birləşir. Olur ortaq elektron cütü və əmələ gələn rabitə də olmuş olur kovalent rabitə. Çünki hidrogen qeyri-metaldır. Yəni burada da tərifdə də deyilir, qeyri-metal atomları arasında ortaq elektron cütü vasitəsilə əmələ gələn rabitəyə deyilir kovalent rabitə. Kovalent rabitənin də iki növü var. Polyar kovalent rabitə, bir də qeyri-polyar kovalent rabitə. Kitablarda bunların tərifləri belədir. Elektronmənfiliyi eyni olan, bir də elektronmənfiliyi e, fərqli olan element atomları. Amma daha yaxşı yadda saxlamanız üçün sizin üçün daha rahat ola biləcək müxtəlif element atomları, eyni element atomları. Qeyri-polyar kovalent rabitə eyni element atomlarıdır. Polyar kovalent rabitə isə müxtəlif element atomlarıdır. Yəni bu cür yadda saxlaya bilərsiniz. Məsələn, indi bir sıra misallar yazsaq. Tutaq ki, müxtəlif element atomları H, xlor, H2O, NH3, CH4, SO3 və s. Hamısı gördüyünüz kimi qeyri-metaldır və bunların arasında yaranan rabitəyə də biz deyirik polyar kovalent rabitə. Amma eyni element atomlarını isə, məsələn, H2, N2, xlor 2, flor 2, S8, P4 və s. Yəni bunları da yazmaq olar. Bu isə olmuş olur qeyri-polyar kovalent rabitə. Məsələn, qeyri-polyar kovalent rabitəyə P4-ü necə göstərmək olar? Belə göstərə bilərik. Buradan qeyd edirəm. Tetraedrə oxşuyur.
Fosfor, fosfor. Fosforların hər biri 3 valentlidir. Bu 3 valentliliyi, yəni biz özümüzdən demirik. Normalda deyirik ki, fosfor 3, bir də 5 valentliliyi göstərir. Adi şəraitdə, normal halda, yəni həyəcanlanmadan fosfor 3 valentlidir. Çünki fosforun sıra nömrəsi 15-dir. 15-ə görə siz konfiqurasiya qursanız, qısa konfiqurasiya olur 3s2, 3p3. S-dəki elektronlar cütləşib bizə lazım deyil. P-dəki elektronları yazsaq, baxın, 3 ədəd tək elektron var. 3 ədəd tək elektron da fosforun hər birinin 3 valentli olduğunu göstərir. Burada qeyd eləyək. Fosforun bu aiddir bu fosfora. Sonra bu tək elektron, bu tək elektron, bir də digər tək elektron aiddir bu fosfora. Bu tək elektron, bu tək elektron, bu tək elektron, bu fosfora. Bu tək elektron, bu tək elektron, digər tək elektron, bu da ki digər fosfora. Yəni hər bir fosfor 3 ədəd tək elektronlu hesabına yaradır bizdə qeyri-polymer kovalent rabitəni. Öz aralarında bu tək elektronlar birləşirlər, yaradırlar ortaq elektron cütü. İki tək elektron birləşir, bir elektron cütü yaradır. Bu da olur iki element arasındakı ortaq elektron cütü. Kovalent rabitənin bir də nə var? Əmələ gəlmə mexanizmləri var. Əmələ gəlmə mexanizmləri kovalent rabitədə hansılardır? Bir var mübadilə mexanizmi, bir də var donor-akseptor mexanizmi. Mübadilə mexanizmi bayaq yazdığım, elə fosfor misalında, hidrogen misalında yazdım. Burada da göstərilib. Mübadilə mexanizmində nədir? Bir elementin tək elektronu ilə digər elementin tək elektronu arasında yaranan kimyəvi rabitə, yəni bu normal qayda olaraq mübadilə mexanizmi gedir bu. Baxın, tutaq ki, burada göstərib bizə. Hidrogeni biz bayaq qeyd eləmişdik. Dedik ki, 1s1 bir tək elektronu var. Xlor üçün yazsaq, xlor üçün qısa konfiqurasiya 3s2, 3p5-dir. P-dəki elektronlara baxaq. Bir ədəd tək elektronu var xlorun. Bir ədəd tək elektronda baxın, burada mavi nöqtə ilə göstərib. Həmin hidrogenin tək elektronu ilə xlorun tək elektronu birləşir, əmələ gətirir, baxın. Burada da göstərib elektronları əks spinli formasında göstərib. Yaranır H xlor arasındakı kovalent rabitə. Bu olur mübadilə mexanizmi. Digər fərqli misalları da yaza bilərik. Məsələn, yazaq. Tutaq ki, ammonyak yazaq. NH3. NH3-ün sırayla elementlərini buradan yazıram. Azot, hidrogen, hidrogen, bir də hidrogen. Azotun sıra nömrəsi 7, 1, 1, 1. Tək elektronların qeyd edirəm 1s1-də. Azotun da qısa konfiqurasiyası 3, daha doğrusu 2s2, 2p3-dür. Yəni p-də 3 ədəd tək elektronu var. Onları da qeyd edirəm. İndi mən azot yazıram bura. Azotun 3 dənə tək elektronu var. Bunu biraz silim, səliqəli yazım. Azotu yazıram buradan. 3 dənə tək elektronu qeyd elədim. İndi hidrogenləri də gətirirəm. 3 ədəd hidrogenim var idi axı. Hidrogenləri də yazıram. Və hidrogenlərin də 3 ədəd tək elektronların hər birinin özünün tək elektronları yanlarında qeyd edirəm. İndi bu tək elektronları birləşdirdikdə bu H-ın tək elektronu ilə azotun tək elektronu, hidrogenin tək elektronu ilə azotun tək elektronu, azotun tək elektronu ilə hidrogenin tək elektronu. Beləliklə burada yaranmış olur mübadilə mexanizmi ilə 3 ədəd rabitə. 3 rabitə. Həmin bu 3 rabitənin əmələ gəlməsində də hər birində 2 ədəd elektron iştirak edir. Çünki mübadilə mexanizminin şərti odur. Kovalent rabitəni də demişik ki, nə əmələ gətirir? Elektron cütləri vasitəsilə, daha doğrusu elektron cütləri vasitəsilə yaranır kovalent rabitə. Yəni bir elektron cütü yaradır rabitəni. Sizdə də burada 3 rabitə olduğundan hər birində də
2 elektron olduğundan 3-ü vurursunuz 2-yə, rabitə əmələ gəlmədə iştirak edən elektronların sayı olmuş olur. Yazıram buradan rabitə əmələ gəlmədə iştirak edən elektronlar. Rabitə mühakimede iştirak edən elektronlar. İndi biz başqa bir şeyə də baxa bilərik. NH3-də ümumi neçə elektron var? Onu da hesablaya bilərsiniz. NH3-də azotda 7-dir, yazmışıq. Hidrogenin də hər birinin 1 elektronu var. 7 ilə 3-ü topladıqda siz alırsınız, ümumi 10 dənə elektron alırsınız. Bunun 6 dənəsi rabitə yaradır. Baxın, göstərib də burada. Çünki 3 rabitə var, hərəsində də 2 elektron olanda 6 dənəsi rabitə yaradıb, amma 4 dənəsi rabitə yaratmayıb. Elektronlardan söhbət gedir. Bu mübadilə mexanizmidir. İndi baxaq donor-akseptora. Donor-akseptor nədir? Donor sözün əslində siz digər fənlərdən bilirsiniz, məsələn, biologiyada. Donor hər hansı bir orqanı köçürtmə zamanı bir orqanı e, başqa bir kəsə verilməlidir. İndi burada da donor eyni mənaya gəlir. Burada da donor rolunu oynayan elektronunu verən element atomu olmuş olur. Yenə burada da nəsə hansısa bir elementə elektron vermiş olur. Eyni mənaya gəlir. Biologiyada bildiyiniz məna ilə. Amma akseptor isə, yəni donor elektronunu verirsə, akseptor da elektronu qəbul edən elementdir. İndi baxaq bunu nəzərdən keçirək. Burada yazıb donor-akseptor mexanizmi. Kovalent rabitə bir atomun bölünməmiş elektron cütü və digər atomun boş orbitalları hesabına əmələ gəlir. Bu sxematik şəkildə aşağıdakı kimi göstərilib. Birinci sxem formasına baxaq buradakının. Sonra digər formalarda mən izah edeyim. Burada sxematik olaraq göstərib bizə belə bir sxem. Həmin sxemdə A elementi, bir də D elementi var. A elementini tutaq ki, dairələr formasındadırsa, elektronları. A elementinin dairə olmasın. A elementinin X formasındadırsa, elektronları. D elementinin isə dairələr formasındadır elektronları. Baxın. İndi biz bunların burada nəyi görmüş oluruq biz? 2 elektron var. Yəni burada deyildiyi kimi bir atomun bölünməmiş elektron cütü. Yəni D-nin burada bölünməmiş elektron cütünü görürük. 2 ədəd elektron var, yəni bir cüt elektron var. İndi gəldik bura. Digər bir elementə. Ona birləşdirmək istədiyimiz hansı ki, yazıb burada A müsbət yüklü və elektron da görürsüz bu orbitalda, yəni elektron xanasında da elektron yoxdur. İndi burada hansı proses baş verəcək? Buradakı elektron cütündən biri gəlib keçəcək bu boş xanaya. Olmuş olacaq bu formada. Və beləcə D olmuş olacaq donor elektronunu verdiyi üçün. A da olmuş olacaq akseptor. Sonra indi bir misalda baxaq. Məsələn üçün dəm qazı. Burada verildiyi kimi sxematik formada verilib. Mən indi onu özüm də qeyd eləyəcəm. Karbonu yazıram sıra nömrəsi. Karbon sıra nömrəsi 6-dır. 1s2, 2s2, 2p2. 1s2-ni silirik. S-dəki elektronlar, bir də P-dəki elektronlar yazdıq. Diqqətə alın ki, burada bir dənə boş xanamız var. Hansı ki, burada deyirik digər atomun boş orbital. Gəldi indi oksigenə. Dəm qazı çünki CO-dan ibarətdir də formulu. Oksigen sıra nömrəsi 8-dir.
Yazıram buradan. 2s2, 1s2, 2s2, 2p4. S-dəki elektronlar qalıb olduğu kimi yerində. P-dəki elektronlar da ilk əvvəl tək-tək yerləşdiririk. Biri də artıq qalır, gətiririk bura. Burada da nə görürsünüz? S-lərlə işimiz yoxdur. Buraları silirəm. Buraları silirəm. Aha, burada harda qalmışdıq? Deməli, oksigenin 2p4, bir də daha doğrusu hə, karbonun 2p2-sindəki boş orbital, oksigenin də 2p4-ündəki elektron cütü olan, hansı ki burada deyir, bölünməmiş elektron cütü olan orbitalı var. İlk əvvəl biz onlarla işimiz yoxdur. Bunlar hələ donor akseptora getmədən əvvəl birinci dəm qazında mübadilə mexanizmi ilə biz həmin o rabitələri yaradaq. Bax, yazıram buradan karbon, bir də ki oksigen. Karbonun bir tək elektronu var, yazıram. Bir tək elektronu var, onu da yazıram. Oksigenin yenə bir tək elektronu var, yazıram. Oksigenin bir tək elektronu var, yazıram. Bunların nəticəsində mən nəyi yaradıram? Mübadilə mexanizmi ilə olan 2 ədəd rabitəni yaratdım. İndi burada başqa bir halda var. Hansı ki, o gedir donor akseptora. Şərtimiz var idi. Atomun bölünməmiş elektron cütü olsun. Oksigenimiz də var. Boş orbitalı olan da ki, karbonumuz da var. Biz bu zaman bu elektron cütündəki bir elektronu gətiririk buradan karbona veririk. Yəni oksigenin elektronları bu formada göstərilir. Baxın. Buradan çəkilir və xətt bu formada göstərilir. Yəni siz dəm qazının quruluş formulunu bu formada görürsünüz. Karbon, oksigen və bu xəttlərdən biri də ox formasında oksigendən karbona doğru yerləşir. Yəni bu xəttin mənası o deməkdir ki, oksigen həmin o elektron cütündən bir ədədi verir karbona. Beləcə oksigen olmuş olur donor atom, karbon da olmuş olur akseptor atom. Yəni burada 6 ədəd. İndi bu hissələri silirəm. Burada başqa bir şeyləri araşdırmalıyıq. Bizə deyir ki, 6 ədəd bizə deyir ki, burada 6 ədəd elektronumuz var. Sonra sual verir. Məsələn, topluda belə suallar var. Bu 6 ədəd elektronun neçəsi donor elementinə aiddir, neçəsi akseptora aiddir? Donor elementi dediyi ki, oksigendir də burada düzdür. İndi gəlin ona aid olanları sayaq. Bu 1, bu 2, oksigenin təkləri. 3, bitdi. Bəzi şagirdlər bunu 3 ədəd götürür. Xeyr. Biz dedik axı oksigenin elektron cütün verib karbonun boş orbitalına. Yəni buradakı elektron karbona aid deyil, oksigenə aiddir. Onun üçün donor atomun 4 ədəd elektronu iştirak edir rabitə əmələ gəlmədə. Yox, əgər bizə desə, akseptorun neçə elektronu iştirak edir? Bəli, bu bir dənə, bu da 2 dənə. Akseptorun da 2 ədəd elektronu rabitə əmələ gəlmədə iştirak edir. Bu dəm qazından olan bir misal idi. Dəm qazında da yenə karbonun 6 elektronu var.
Oksigenin 8. Ümumi 14 elektron var burada. Amma neçədir rabitə əmələ gətirdi? Özünüz də görürsünüz, 3 ədəd rabitə var burada. 6 elektronu rabitə əmələ gətirir. 8 elektronu isə rabitə əmələ gətirmir. Bu dəm qazı misalı idi. Orta məktəb kitablarında da var. Demək olar hər yerdə var. Yəni o dəm qazından düşə biləcək olan sual. Gəldi indi hidroksonium ionuna. Hidroksonium ionuna gəlməmişdən əvvəl qısaca burada qısaca yazmıram, elə burada verilib. Bunun üzərində yazacağam. Bayaq yazmışdıq, ammoniakı yazmışdıq. Ammoniakda dedik nə var? Azotun, ammoniakın qeyd eləyirəm buradan. 2 S2, 2P3. Dedik ki, bir dənə cüt elektron xanamız olan orbitalımız var. Bir də ki, 3 ədəd təkimiz var. Hansı ki, o 3 ədəd təki burada göstərib baxın. Biri budur, biri budur, biri də budur. Bu 3 dənə təki görürük. Və yerdə qalır bu cüt. Bu cütdə baxın budur. Cüt orbita olan xana. İndi gəldik. Normalda hidrogen, yəni ammoniakda 3 dənə hidrogen var. Hər birinin də tək elektronu hidrogenlərdə göstərib. Amma bizim ammonium ionumuz, bayaq üzrlü sayın hidroksiyonium ionu dedim. Ammonium NH4 müsbətdir. Burada baxdığımız misal hal-hazırda ammonium ionudur. Aşağıdakı hidroksiyonium fərqlidir, onu da deyəcəm. Ammonium ionunda isə NH4 müsbət. Yəni burada ammoniakdan başqa bir dənə də H müsbət ionu var. H müsbət ionunun elektron sayını biz hesablayıb tapsaq, bilirik ki, sıfırdır. Nəyə görə? Çünki proton sayı 1-dir, müsbət yük hissəci olduğundan bunun elektron sayı 0 olmuş olur. Hansı ki, baxın, burada xana olaraq göstərib ki, boş xanadır. H müsbət. İndi o boş xanaya bu elektron cütündən bir ədədini gətirib veririk. Beləcə, baxın, sxemdəki şəkil alınır. Azot elektronun verən olduğu üçün azot atomu olur donor, hidrogen atomu da olur akseptor. Donor elektron verən, akseptorda elektron alan olmuş olur beləcə. İndi burada ümumi elektronların sayına baxaq, rabitə əmələ gəmidə iştirak edən. Onların fərqləndirmək lazımdır. Rabitə əmələ gəmidə iştirak edən, rabitə əmələ gəmidə iştirak etməyən, ümumi elektron. Buradan yazaq. Ümumi elektron. Rabitə əmələ gətirən elektron, bir də rabitə əmələ gətirməyən elektron. İndi baxaq. Ümumi elektronu hesablayaq. Bu birləşmədə protonun sayı nə qədərdir? Azot 7-dir, hidrogende 4 ədəd. 7 ilə 4 toplayanda 11 ədəd sizin protonunuz var. Protondan yükü çıxırsınız, 10 ədəd elektron eləyir. Ümumi elektron sayımızı tapdıq 10. Rabitə əmələ gətirən elektronları buradan görə bilirsiniz. Baxın, 1, 2, 3, 4. 4 ədəd rabitə var. 4-ü vurursunuz 2-yə. 8 ədəd burada rabitə əmələ gətirən elektron var. Rabitə əmələ gətirməyən tapmaq asandır. Ümumi çünki bilirsiniz, rabitə əmələ gətirəni də bilirsiniz. Ümumidən, yəni ondan çıxırsınız rabitə əmələ gətirənləri olur rabitə əmələ gətirməyən. Bunu aydınlaşdırdıq. Yəni bunları bir-birindən fərqləndirdik. İndi keçək bir başqa anlayışa. Bayaq dəm qazında da dediyim anlayışa. Ümumi bu 8 elektron var ha, rabitə əmələ gətirən. Bu 8 elektrondan neçəsi donora, neçəsi akseptora aiddir, ona baxaq. Donora aid olan, akseptora aid olan. Donor, bir də akseptor. Bu hissəni silək. Deməli, baxaq. Dedik ki, azot burada donordur, düzdür? Azotun elektronu, azotun elektronu, azotun elektronu və azot donor olduğu üçün bu da azotun elektronudur və digər elektron da azotun elektronudur.
Yəni 8 elektrondan 5-i azota aiddir donor atom olaraq. Yerdə qalır digər üçü, hansı ki bu, bir də ki bu elektron. Bu da olacaqdı akseptora. 3 ədəd də akseptora aid elektron. Topluda belə sual var. Baxım. Rabitə ammoniakda, hə, deyir ki, e, elektronla bağlı deyil, bu rabitə ilə bağlı topludakı sual. Deyir ki, ammoniakdakı, daha doğrusu ammoниum ionundakı rabitələrin neçə faizi mübadilə mexanizmi ilə əmələ gəlib? Bir də neçə faizi donor akseptorla əmələ gəlib? İndi baxaq. Burada 4 ədəd rabitə görürsüz. Ümumi 4 ədəd rabitə var. Neçəsi mübadilə ilə əmələ gəlib? Oxu çıxmaq şərti ilə yerdə qalanlar var ha. Bunlar mübadilə ilə əmələ gələnlərdir. Yəni 4-də 3-ü vurursunuz 100%, edir 75%. 4-də 3% rabitə mübadilə mexanizmi ilə əmələ gəlir. İndi donor akseptoruna əmələ gələnlərə baxaq. 4 dənə rabitədir. Biri əmələ gəlib donor akseptor mexanizmi ilə vurulsun 100%, bu da eləyir 25%. Bu da bu qədər. İndi burada başqa bir misal var. Hidroksonium ionu. Hidroksonium ionunda da eyni şeydə əslində. Baxın. Hidroksonium ionu buradan yazıram. H3O müsbətdir. Hidroksonium ionu. Göstərib bizə burada H2O-nu. İlk əvvəl biz də onu nəzərdən keçirək. H2O-da bildiyiniz kimi 2 ədəd hidrogen, 1 oksigen atomu olduğundan HH hər birində 1 elektron var. Bizə lazımdır oksigeni quraq. Oksigeni quranda 2s2 qısa konfiqurasiyanı deyirəm. 2p4. S-dəkilər yazırıq. P-dəkiləri də yazırıq. Aha. İndi bizə nə lazımdır? 2 ədəd hidrogen atomu dedik də. Baxın. Elə bil bu oksigen. Bu təki ilə bu təkinə baxın. Burada qeyd etsək. Bu tək, bu tək. Oksigenin elektronlarıdır, buradakı olan elektronlar. Və bu cüt də, baxın, göstərib burada. İndi H müsbət. Bayaq hidroksonium ionu, ammonium ionunda olduğu kimi. Yenə elektron sayımız 0, yəni boş orbitalımız var, göstərib bizə. Nə edirik? Bu elektron cütündən yenə birin veririk digərinə, yəni hidrogenin boş orbitalına. Beləcə olmuş olur xətt oksigendən hidrogenə doğru. Oksigen olur burada donor, yəni elektronunu verən. Hidrogen də olur akseptor, yəni elektronu qəbul edən və ya alan. Biz indi burada nə öyrənəcəyik? Burada da yenə 3 ədəd rabitə var. İkisi mübadilə mexanizmi ilə əmələ gəlib. Mübadilə. Və bu bir ədəd rabitə də donor akseptorla əmələ gələn rabitədir. 3 ədəd rabitə, 6 ədəd elektron. H3O müsbətdə biz ümumi elektron sayını tapmış olsaq 3 hidrogen, 1 oksigen eləyir. Daha doğrusu 3 ədəd hidrogen, 8 ədəd oksigendə elektron sayı eləyir 11. Ümumi proton sayımız edir 11. 11-dən də biri çıxanda 10 ədəd elektron etmiş olur. Və bizə də deyir ki, bu ümumi elektron sayıdır. 6 dənə rabitə olduğu üçün, daha doğrusu 3 dənə rabitə olduğu üçün 6 ədəd elektron rabitə əmələ gətirib, 4 ədəd elektron isə rabitə əmələ gətirməyib. Deməli, 3 ədəd birləşmə öyrəndik. Orta məktəb kitabında olan, sizin qəbul proqramınıza düşə biləcək olan H3O müsbət oldu.
hidroksonyum iyonu. NH4 müsbət oldu, ammonium iyonu, bir də CO oldu, dəm qazı. Yazıram buradan hidroksonyum, ammonium, bir də dəm qazı. Bu sizə düşə biləcək olan donor akseptoruna rabitə əmələ gətirən maddələrdir. Amma sizə topluda belə sual verilir. Aşağıdakı maddələrin hansında donor akseptorunun əmələ gələn rabitə var? Cavabların içərisində belə bir anlayış var. NH4 xlor və ya NH4 2CO3, NH4 2SO4, NH4 HCO3 və s. və s. Qısaca NH4-ün biz harda gördük? Baxın, burada görmüşük. NH4-ün hansı duzun tərkibində görürüksə, deməli orada donor akseptorunun əmələ gələn kovalent rabitə var. Yəni o cavabı götürə bilərsiniz. Bir də siz donor akseptoruna rabitəni harda görəcəksiniz? Üzvi kimyada ammonium, daha doğrusu aminlərin bir də ki amin turşuların xlorid turşusu və ya digər turşularla reaksiyasında. Yəni nə demək istəyirəm? Baxın, tutaq ki, yazmışıq bura bir amin, bir də yazmışıq amin turşu. Bunlar ikisi də turşu ilə reaksiyaya girir və əmələ gələn duz olur daxili duz. CH3, NH3, müsbət xlor mənfi. Bu əmələ gələn maddənin tərkibində artıq azotun valentliyi olmuş olur 4 valentli. Çünki donor akseptorunun əmələ gəlib. Burada çünki azot 3 valentli idi. Və donor akseptor rabitəli birləşmə alınmış olur duz halında maddə. Və amin turşu da yenə H klorla reaksiyaya daxil olsa, yenə bu gələcək, əsasi xassəsi olan hissəyə birləşəcək. Alınacaq NH3, CH2, COOH, xloru da yazırıq burada. Bu da yenə duz halında maddədir və yenə də donor akseptorla olan bir rabitə əmələ gəlir. Yəni sizin görə biləcəyiniz bu maddə və ya bu maddə ikisi də donor akseptor rabitəli olan birləşmələrdir. Donor akseptor. Gəldik indi ion rabitəsinə. İon rabitəsi də əslində kovalent rabitədən tamamilə fərqlənir. Nə cəhətdən tamamilə fərqlənir? Kovalent rabitədə biz dedik ki, qeyri-metal atomları arasındadır. Yəni uşaqlar üçün, sizlər üçün onu tapmaq rahatdır. Qeyri-metal atomlarını tanıyırsınızsa, nə edirsiniz? Qeyri-metal atomların sadəcə gördüyünüz variantları götürürsüz. Qeyri-metal atomlar arasında olan rabitələri götürürsüz. Kovalent rabitə, istər polyar, istər qeyri-polyar. Amma ion rabitəsində isə qeyri-metalla yanaşı metalları da tanımalısınız. Onsuz qeyri-metallar azdır. Yəni azlıq təşkil eləyir. Orta məktəb kursunda öyrənəcəyiniz qeyri-metallar. Siz onların əzbərləyə bilərsiniz. Metallar daha çoxdur. Metalları əzbərləmək heç bir şagirdə məsləhət bilmirəm mən düzü. Amma qeyri-metalları bəli əzbərləmək lazımdır ki, ən azından oradan yola çıxa biləsiniz də. Doğru cavaba gedə biləsiniz. Qeyri-metalları əzbərlədikdən sonra yerdə qalan anlayışlarınız. Qeyri-metalların içərisində orta məktəblərdə indi təsirsiz qazlar da salıblar. Yəni təsirsiz qazları bilməyiniz rahatdır, yadda qalan bir şeydir. Qeyri-metalları da əzbərin də. Onların çıxanda yerdə qalanlarınız olur. Metallar, yəni orta məktəbdə istifadə etdiyiniz olan anlayışlar, elementlər. Həmin o metalları da bildikdən sonra ion rabitəsini bilmək asandır. Yəni biz ion rabitəsini uşaqların daha tez tapmağı üçün öyrətdiyimiz ən qısa yol odur ki, metal bilsən, qeyri-metal bilsənsə, yəni maddənin tərkibində metal atomunu görürsənsə, onunla yanaşı əlbəttə ki, qeyri-metal atomu da olmalıdır. Və biz onu götürürük, həmin maddəni götürürük ion rabitəsi. İndi burada yazılıb, tərifdə yazılıb. Cazibə qüvvəsinin təsiri nəticəsində kation və anionlar arasında yaranan kimyəvi rabitə.
Kation anion nədir? Kation anionu əslində 7-ci sinifin dərsliyində keçirilir. Artıq uşaqlar bilirlər atom dərsində. Kation müsbət yüklü iondur, anion da mənfi yüklü iondur. Biz bilirik ki, fizika dərsliyindən əslində siz bilirsiniz ki, müsbət yüklü və ya mənfi yüklü, yəni eyni qütblər bir-birini itələyirlər. Amma müxtəlif yüklü, yəni müsbətlə mənfi yüklü qütblər bir-birini cəzb edirlər. İyon rabitəsini o cür saxlaya bilərsiniz. Burada yazıb əslində. Yazıb ki, baxın kation, bir də anion. Yəni müsbət yüklümüz, bir də mənfi yüklümüz bir-birini cəzb eləyir, yaranır iyon rabitə. Burada da göstərilib. Bu e, 8-ci sinifin dərsliyindən olan bir şəkildir. Əslində maraqlı bir şəkildir. Maqnezium ionunu göstərib, bir də oksigen ionunu göstərib. E, Həmin o maqnezium ionunun oksigen ionu ilə birləşməsindən yaranan yeni rabitə olan, baxın, maqnezium, bir də ki, oksigen. Maqnezium oksid. Maqnezium da iki valentlidir. Oksigen de iki valentlidir. Bunların arasında olan rabitə olur iki qat rabitə və ya biz buna iyon rabitəsi də deyə bilirik. Biz burada bir anlayışı qarışdırmayaq. Mən gərək kovalent rabitədə deyəydim onu sizə. Eyb yox. Kovalent rabitədə demədim, burada deyim. Tutaq ki, bayaq dəm qazını yazmışdıq. Dəm qazını da buradan bir dənə qeyd edeyim. Burada görürsüz 3 qat rabitədir. Digərində 2 qat rabitədir. Rabitə dərsində sigma, bir də pi rabitəni də biz öyrənirik. Sigma pi rabitəni öyrənərkən uşaqlar qarışdırır. Deyir ki, müəllim, tək qat rabitədirsə sigmadır, iki qat rabitədirsə biri sigma, biri pidir. Buradan qeyd edək. Tək qat rabitədirsə sigmadır, iki qat rabitədirsə biri sigma, biri pidir. Üç qat rabitədirsə biri sigma, digər ikisi isə pidir. Bu nəyə aiddir? Uşaqlar, sigma pi rabitələr. Kovalent rabitənin növləridir. Yəni iyon rabitəsində bunu qarışdırmayaq. İyon rabitəsində bu iki qat rabitənin ikisi də iyon rabitəsidir, bitdi. Amma məsələn dəm qazını burada göstərmişəm. Dəm qazında isə elə deyil. Dəm qazına üç qat rabitə kimi baxırıq. Yəni tək qat rabitə sigmadır, yerdə qalan bu ikisi isə sizin üçün olacaqdır pi rabitəsi. Buradan nəticə olaraq nə çıxmış olur? Tutaq ki, belə bir misal yazıram. Natrium 2SO4. Natrium 2SO4-də valentliyinə uyğun olaraq quraq. Natrium, bir də natrium. Deyir burada neçə ion, bir də neçə kovalent rabitə var. Bir də sigma, bir də pi rabitəni tapaq. İyon rabitələrin sayı. İyon rabitə dediyi nədir? Metalla qeyri-metal atom arasında. Yəni metal burada kationdur, anyondakı qeyri-metaldır. Metalla qeyri-metal. Metal natriumda oksigen qeyri-metaldır. 1. Metal qeyri-metal 2. Yəni bizim iyon rabitəmizin sayı burada 2 ədəddir. Gəldik kovalent rabitəyə. Kovalent rabitə nədir? Bayaqdan dediyimiz qeyri-metal atomlar arasında. Yəni oksigenlə kükürdlərin arasındakı olanları sayacaqdıq. 1, 2, 3, 4, 5, 6. 6 dənə də kovalent rabitəmiz var burada. İndi gəldik sigma və pi'yə. Bunları silək. Sigma bir də pi'ni tapmalıyıq. Uşaqlar deyir ki, müəllim demişdi ki, təkqat rabitəni görən kimi götürürsünüz sigma rabitə və başlayırlar saymağa. Və başlayırlar saymağa. 1, 2, 3, 4, 5, 6. 6 dənə sigma rabitə. Bu səhvdir. Yəni biz bunları
İyon rabitəsi qəbul edik. Onlar siqma rabitə deyil. Siqma rabitə dediyim kimi kovalent rabitənin növüdür. Siqma, birdəki pi rabitə. Yəni biz onu iyon rabitəsi olaraq götürə bilmərik. Daha doğrusu kovalent pi, siqma rabitə olaraq götürə bilmərik iyon rabitəsini. Onun üçün bunları saymırıq. Amma digərləri olduğu kimi qalır. Oksigen iki qeyri-metal atom arasında olan kovalent rabitə, təcqat rabitələr siqmadır. İkiqat rabitələrdən də biri siqmadır, biri pidir. Onun üçün 1, 2, 3, 4. Yəni bizim doğru variantımız 4-dür. Hansı ki bu birləşmədə natrium 2 SO4-də. Pi rabitəni də istəyəndə üçünə bayaq dedik də onsuz dedik ki, ikiqat rabitənin biri siqmadır, biri də ki pidir. Yəni burada 2 ədəd də pi rabitəmiz var. Bunu da nəzərinizə çatdırmış olduq. İndi bizə buradan nə deyir? Aha. Bir sıra e, maddələr var. Biz onlardan nələr tapmalıyıq? Məsələn, sualın biri belədir. Topluluğun götürülmüş suallardır. Kalium 2 HPO4-də hansı rabitələr var? Kalium 2 HPO4-ün uşaqlar qrafik quruluşunu qursaz, orada rabitələrin sayını tapmanız asandır. Kalium bilirsiniz bir valentlidir. Hidrogen bir valentlidir, oksigen 2 valentlidir. Fosfor tapmaqda çətinlik çəkirsinizsə, kalium 2 HPO4-də fosforun oksidləşmə dərəcəsini taparaq valentliyin tapa bilərik buradan, çünki üst-üstə düşmüş olur. -2, -1 yazıb, -1 yazıb. Hesablasaz 2 plus 1 plus x, yəni oksidləşmə dərəcələrinin indekslərini vurub toplayıram. Plus -8 bərabərdir 0-a. X minus 5 bərabərdir 0-a. X bərabərdir müsbət 5-ə. Yəni müsbət 5-dirsə, fosforun buradan valentliyi çıxmış olur 5 valentli. İndi gəlin ona uyğun quraq. Fosforu yazıram mərkəzdə. 5 dənə xətt çıxardıram fosfordan. Və o xəttlər oksigenin sayları çoxdur deyə oksigenləri birləşdirirəm. Və yerdə qalana da kalium, digərinə də hidrogeni birləşdirməklə bu birləşmənin qrafik quruluşunu ala bilirik. İndi gəlin burada hansı rabitələr olduğuna baxaq. Baxaq. Qeyri-metal atomları arasında olan kovalent rabitə var. Və kovalent rabitənin də hansı növüdür? Müxtəlif qeyri-metal atomları arasında olduğu üçün biz deyirik ki, bu polyar kovalent rabitədir. Bir də burada işarələmədiyim bu rabitələr ki qaldı. Ay, bunu işarələməmişdim. Bunu da işarələyək. Müxtəlif çünki qeyri-metal atomlar arasındaydı. Bunlar hamısı kovalent rabitədir. Hansı kovalent rabitə? Polyar kovalent rabitə. Çünki müxtəlif qeyri-metal atomlar arasındadır. Bir də var. Bir də var. İyon rabitə burada. Çünki metal atomu ilə qeyri-metal atomu arasında bu görünənlər ki var, bunlar da sizin olacaqdı iyon rabitəniz. Yəni bu birləşmədə polyar kovalent rabitə, bir də ki iyon rabitəsi var. Eyni qayda digər birləşmə üçün də keçərlidir deyə onun üçün bunu bütün silməyəcəm. Sadəcə burada bəzi anlayışları siləcəm. Natrium 3PO4-də bunların yerinə natrium yazdıram. Hamısını. İndi baxaq burada hansıları var. Yenə qeyri-metal atomları arasında olanlar, müxtəlif qeyri-metal atomları arasında olanlar olmuş oldu nə? Polyar kovalent rabitə və eyni qeyri-metal, daha doğrusu metalla qeyri-metal atomlar arasında olanlar isə 1, 2, bu da 3. Bu da olmuş oldu iyon rabitə. Yəni burada da cavabımız 1, 2 eləyirdi. İndi bizə burada nə verib? Ammoniumda donor akseptor mexanizminə yaranan rabitənin ümumi sayının neçə faizini təşkil edir? Əslində bayaq mən bunu dərs izahında dedim. Baxaq. Ammonium ionu
NH4 müsbət. Bu ammonium ionunun qrafik təsvirini quraq. Azot, hidrogen. Bunlar mübadilə mexanizmi ilə əmələ gələn rabitələrdir. Bir də varımız idi, bir ədəd donor akseptorunun əmələ gələn rabitəmiz. Yəni burada ümumi rabitə sayı 4 ədəddir. Amma donor akseptorunun əmələ gələni isə bir ədəd olduğundan 4-də 1-i vurursunuz 100-ə eləyir 25%. Sonra digər bir suala baxaq. Deyir ki, X-Y birləşməsindəki rabitələr polyar kovalent. İndi buna diqqətlə baxaq. Çünki tərifə əsasən yazırıq da bunu. Yazıram buradan. X-Y2 birləşməsindəki rabitələr polyar kovalent. X, Y, 2. Polyar kovalentin nə olduğunu yadımıza salaq. Kovalent nə idi? Qeyri-metal, bir də ki, qeyri-metal arasındakı rabitə idi. Polyar kovalent deyəndə isə artıq biz bu qeyri-metallara nə deyirik? Müxtəlif qeyri-metallar. Yəni buradan nəticə etibarilə nə çıxmış olur? X da qeyri-metaldır. Y də qeyri-metaldır. Bunu bildik. İndi gəlir bizə burada Z, Y, 3 verib. Və Z3Y birləşməsindəki rabitələr isə ion tipli olduğunu göstərib. Biz yuxarıdan Y-in nə olduğunu gördük. Qeyri-metal olduğunu gördük də. Buradan qeyd edirəm ki, qeyri-metal idi Y. Yuxarıdan tapmışıq bunu. İon rabitəsi də nə idi? Metalla qeyri-metal arasında. Deməli, buradakı Z nədir? Metal. Deyirəm ki, bu aydındır. Heç nə. Sonra əsas bu hissəni tapmaq idi. Sizdən soruşur ki, hansı ifadələr doğrudur? X metal doğru deyil, daha doğrusu X metaldır. Bəli, doğru deyil. Biz X-i tapdıq nə? Qeyri-metal. Y qeyri-metaldır. Bəli, bu doğrudur. Z metaldır. Bəli, bu da doğrudur. Hansı ki, baxın, buradan tapmışıq. Doğru deyil istəyəndə yalnız bir, cavabımız da A variantı. İndi baxaq buradan nəyə? Digər suala. Digər sualda bizə nə deyir? Natrium 3PO4. İrəliləyən əslində bölmələrdə keçirsiniz, ümumi kimyanın axırıncısı bölməsidir topluda. Oksid əsas turşu duzlar. Bu duzdur. Duzun da hansı növdür? Normal duzdur. Normal duzlarda belə bir anlayış var. Kovalent rabitənin tapılma anlayışı. Biz bu normal duzda ümumi gəlinin bütün nə qədər rabitə varsa hamısını tapaq. Burada ion rabitə var, çünki metal atomu var deyə. Bir də bu metalla qeyri-metal atomların arasında yaranacaq rabitə də olduğu üçün, qeyri-metal atomlar olduğu üçün, bir də metal atom olduğu üçün onların arasında yaranır ion rabitə. Bir də bu qeyri-metalların öz arasında yaranan kovalent rabitə var. Yəni burada iki rabitə var. Hansı ki, bayaq natrium 3PO4-də onsuz qeyd eləmişdik. İon rabitənin sayıları var idi orada, kovalent rabitənin sayıları var idi. Biz birinci tapaq buradan ion rabitənin sayını. Normal duzlarda ion rabitənin sayının tapılması belə bir qayda əsasında tapılır. Metalın valentliyi. Burada metalın valentliyini biz necə görürük? Natrium sabit valentli elementdir, bir valentli. Metalın valentliyin, yəni biri vururuq 3-ə, yəni indeksinə. Tapırıq ki, burada 3 ədəd ion rabitəsi var. İndi biz nəyi tapaq? Ümumi rabitəni tapaq. Ümumi rabitəsi necədir normal duzlarda? Oksigenin valentliyi vurulur indeksinə, eləyir 8. Bu ümumi rabitə sayıdır. İndi yerdə qaldı nə? Mən dedim ki, burada nə var? İon rabitəsi var, bir də kovalent rabitə var. İon rabitəsini tapmışam. Ümumi rabitəni tapmışam. Ümumidən, yəni 8-dən yazıram bura. Ümumi çıxılsın ion.
bərabərdir. 8 çıxılsın 3, 5 ədəd burada kovalent rabitə var. Özdə necə kovalentdir? Polyar kovalentdir. Bayaq yazıb göstərmişdim. Videoda yəni onu arxaya çevirib baxa bilərsiniz. Həmin o polyar kovalent rabitənin mol sayını müəyyən etmək deyirdi. Biz də tapdıq onu 5. Yəni normal duzlarda bu cür tapa bilərsiniz. Sonra burada nə deyir bizə? Doğru olanları müəyyən edin. Nə verib? Dəm qazı yazıram buradan. C biraz geniş yazıram ki, oradan görə bilək. Elektronları da işarələyirəm. Mhm. Oksigendən karbona elektron keçdiyi üçün bayaq qeyd etdik ki, oksigen donordur, karbondakı akseptordur. Bizə deyir oksigendən nəylər aiddir, bir də karbona nəylər aiddir. Donor atomdur, dedik ki, oksigen. A getdi bura. Akseptor atomdur, dedik karbon. B də getdi bura. İndi gəldik elektronların 25% rabitə yaranmasına sərf olunur. Hə, indi gəl buna baxaq. Bayaqları mən onsuz dərsi izah eləyəndə demişdim. Demişdim ki, CO-da ümumi elektronların sayını tapmaq 6 dənə karbondadır, oksigende də 8 dənə var. Ümumi elektron sayı. Bizə nə deyir? Elektronlarının 25% rabitənin. Hə, burada bizə CO üçün ümumi soruşmur, ümumi elektron sayını. Hər bir elementin elektron sayına görə bu elementdən bir karbon 6 elektronu varsa, neçəsi rabitə əmələ gətirib? Oksigenin 8 elektronu varsa, neçəsi rabitə əmələ gətirib? Bizdən onu soruşur. Yazaq. Karbonun 6 elektronu var, görürsüz. İndi gəl rabitə əmələ gətirənlərinə baxaq. Biri bu, biri də ki bu. 6 ədəd elektronun 2 ədədi rabitə əmələ gətirir və bu da təxmini 33% eləmiş olur. Baxırıq cavablara 33% olmadığından C, D, Y heç biri karbona aid olmuş olmur. İndi oksigenə baxaq. Oksigenin 8 elektronu var idi. O 8 elektronun da baxırsınız 1, 2, 3 və 4. Bu 4 dənənin 4-ü də nəyə aid idi? Oksigenə aid idi. Vururıq 100-ə, çıxır bizə 50%. Yəni oksigenin 8 dənə elektronunun 4 ədədi rabitə əmələ gətirib 50%. Baxın deyir elektronların 50% rabitənin yaranmasına istifadə olunub. Yəni oksigenə aiddir. Y də oksigenə aid olacaq. C ilə D də heç birinə aid olmayacaq. 1-ə olacaq da A, Y, 2-də B. A, Y, 2-də B cavabımız Y variantı. Ümid edirəm ki, təkrar-təkrar baxdıqda anlamış olacaqsınız. Gəldik belə bir birləşmə var burada. Alüminium 2, SO4 3. Bir-bir görə bizdən nələr istəyir? İyon rabitənin sayı. Yazıram, iyon rabitə bərabərdir. İyon rabitəyə nə demişdik? Bax, bu normal duzdur. Normal duzlarda iyon rabitəsi metalın valentliyi vurulurdu indeksinə. Yəni 3 vurulsun 2 bərabərdir 6. 6 Enovogadro olmalı idi. Amma burada 2 Enovogadro verildiyindən deməli bu səhvdir. Gəldik. Kovalent rabitənin sayı. Kovalent rabitənin sayını tapmaq üçün ilk əvvəl ümumini tapaq. Ümumi bərabərdir. Ümumini necə tapırdıq? Oksigenin valentliyi vurulurdu indeksinə. 2 vurulsun 4 məxrəcdə mötərizənin xaricində 3 olduğu üçün mütləq ona da vururuq. Ümumi 24-dür. Kovalent rabitəni indi biz buradan tapsaq, 24-dən 6-nı çıxsaq, 18 Enovogadro sayda da kovalent rabitəmiz var. Yəni ümumidən iyonu çıxdım kovalenti tapmaq üçün. Çünki burada kovalent var idi, bir də iyon var. Yəni bu hal doğrudur. Rabitələrin yaranmasında iştirak edən elektronların sayı. Rabitənin yaranmasında iştirak edən elektronların sayı nə idi? Rabitənin yaranmasında iştirak edən elektronların sayı.
Biz onun üçün nəyi bilməliyik? Ümumi rabitənin sayını bilməyimiz biz üçün kifayətdir. Biz də ümumi rabitənin sayını necə tapdıq? 24 tapdıq. Həmin bu 24-ü 2-yə vurduqda edir 48 rabitə yaranmasında iştirak edən elektron. Rabitə yaradan elektron. Amma burada bizə 40 verdiyi üçün deməli bu da səhvdir. İndi gəldik atomların sayına. Atomların sayını da tapaq. 2 ədəd alüminiumda atom var. Plus. Bir kükürtdədir, 4 də oksigendən. 1 plus 4 vurulsun nəyə? İndeksdə olaraq 3-ə bərabərdir. 5, 3-ün 15, o da 2, 17. Yəni Avogadro sayda da atom var. Deməli, bu da doğru variantdır. Yəni bizim doğru variantımız burada nə oldu? 1, bir də 2, 4. Sonra dərs bu qədər. Ümid eləyirəm ki, sizin üçün keyfiyyətli dərs oldu. Dinlədiyiniz üçün təşəkkür edirəm.